Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyidi tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nazirliyin 112 qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sudan xilas etmə dövlət xidmətinin dalğıc xilasetçilər tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyaroğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə Fərəcov Tərtər çayının sahilinə yaxın olan Şadlıq sarayların birində toyda iştirak edib. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil. Fakt araşdırılır.